Mən böyük məmnuniyyətlə sözü ikinci kitabın müəllifi, yəni Filologiya müəllifi doktoru Salidə Şərifovanın yaradıcılığı elm-metrik diapazonda kitabının adı kimi özü də çox elmi səciyyə daşıyan bir kitabın müəllifi olan Zakirə Əliyevə söz verirəm. Zakirə xanım üzərində çox böyük məsuliyyət düşür. Zakirə xanım gələcək elmi perspektiv inkişafın ilk cığırlarını açanlardan biridir. Yəni, gələcəyin alimləri onun açdığı cığırla gedəcəklər. Ona görə də çox böyük məsuliyyət düşür üzərinizdə. Həm də çox şərəfli bir işləmir. Mən bəlkə də gəldim akademiyada sizin yanınızda bəzi məsləhətlər almaq istəyirəm. Buyurun. Hörmətli Əsəd müəllim, hörmətli möhtərəm məclisdə iştirakçısı olan möhtərəm insanların ayrıldığı vaxtda getirdiyi diqqətə görə, bildirdikləri gözəl rəylərə görə növbədə öz minnətdarlığımı bildirirəm. Və bu hər iki kitabın biri Profesor Salidə xanımın bədii obrazını ortaya qoyurdusa, ikincisi onun elmi obrazını ortaya qoyur. Bunu da siz öz çıxışlarınızda çox gözəl qeyd edədiniz. Və necə lazımdır mükəmməl məlumat çatdırdınız Salidə xanım haqqında. Və mən kitab haqqında nə deyə bilərəm? Əgər bu kitab haqqında olan materiallarda danışsam, oradakı hər bir infografik cədvəli sizə diaqramı çatdırmaq üçün gəlib, mən də saatlarla vaxtınızı alıram. Özünüz kitabla tanış olub, yəqin ki, rəylərinizi gələcəkdə də bildirərsiniz. Amma bu həqiqətən deməli, o var ki, ədəbiyyatşünaslıq sahəsində ədəbiyyatşünaslıq alimi haqqında ilk elm-metrik pasportu hesab etmək olar. Mən Salidə xanıma da uğurlar arzulayıram, gələcək yaradıcılıq uğurlar, onsuz da Salidə xanımın yaradıcılığı çox məhsuldar xanımdır və mən bu kitabın ilk nöqtəsini, yəni boyu başlayandan axırına qədər Salidə xanımın istinad rekordu sürətlə oxumaqda da davam edibdir saytlarda. Yəni bunu nüfuzlu elmi bazalarda hər kəs izləyə bilər. Və bu nüfuzlu elmi bazalarda Salidə xanımın uğurunun davamlı olmasını arzu edirəm. Məclis iştirakçılarının da hamısına uğurlar və can sağlıqlar. Ben bir sözü